izləyicilər, bugün biz qalxana bənzər ətraf qəz dediyimiz, yəni paratoid adenomu diaqnozuna bizə müraciət etmiş pasiyentin əməliyyat haqqında məlumat vermək istərdim. Yəni, bu xəstədə parat hormonu və kalsium yüksək olduğundan biz bu xəstədə sintoqrafiya edən bir müayinə üsulu var. O müayinə üsulunu istədik və sintoqrafi müayinəsində isə bizim qalxana bənzər ətraf qəzin adenomasını qeyd edədilər. Məsələn, bu nahiyədə həmən paratoid adenoması təsdiqləndi sol payda, arxa səthində, qalxan vəziyyətinin sol payının arxa səthində və biz hal-hazırda əməliyyat zamanında həmən vəziyyət çıxartmışıq. Paratoid adenomu göstərir. Bu xaric etdiyimiz adenomdur. Normalda adenomun ölçüsü kiçik, sarı dənəsi, dar dənəsi böyükdə olur və rəngi sarımtılı olur. Amma bu isə həmən sol yuxarı paratoidin adenomudur və bundan da paratoid adenomu çıxarıldı. Və burada nə baş verir? Bu xəstənin əsas şikayətləri əzələ və sümük ağrısından idi. Və onda da əzələ və sümük ağrısına verilməz bu adenomdur. Adenom çıxdıqdan sonra isə qanda qalxanlara bənzər ətraf qəzin hormonu dediyimiz parat hormonu normaya düşür və sümük əriməsi dediyimiz osteoporozun qarşısı alınır. Allah xəstəmizə şəfa versin, çox sağ olun.